Salam, hər vaxtınız xeyir olsun, dəyərli Dost TV izləyiciləri. Günlərdən 22 aprel çərşənbə günü saatlarımız hazırda 12:36-nı göstərir. Dost TV-də Dost qapısının vaxtıdır. Mən də sizi öz növbəmdə salamlayıram. Hazırda Dost TV-nin YouTube, Facebook, Instagram və TikTok platformalarından canlı olaraq yayımlanırıq. Canlı efir zamanından istifadə edərək sosial sahə ilə bağlı suallarınızı birbaşa efirin şərh bölməsində yazaraq qeyd edə bilərsiniz. Və ya probleminiz haqqında qısa video çəkərək 010 3 142 142 qaynar xətt nömrəmizin WhatsApp-ına müraciətinizi göndərə bilərsiniz. Biz də sizin müraciətlərinizi ətraflı araşdırıb sizə geri dönüş edəcəyik. Saatlarımız hazırda 12:33 göstərir və biz Dost TV-də canlı olaraq yayımlanırıq. Sosial sahə ilə bağlı hansısa probleminiz varsa və onu həll etməkdə çətinlik çəkirsinizsə, onda bizə müraciət edin. Sosial sahə ilə bağlı müraciətləriniz üçün doğru ünvan Dost qapısı verilişidir. Biz Dost TV-yə ünvanlı sosial yardımdan ötürü zəng eləmişdik, xəbər vermişdik ki, bizim ünvanlı sosial yardımımız düzəlmir, köməkli gülün. Minnətdarıq, Allah razı olsun. Yoldaşımın adından da sizə çoxlu təşəkkürlər edirəm. Salam Dost TV kanalı. Sizin sayınızda mənim sosial yardımım düzəldi. Çox sağ olun, təşəkkür edirik. Verilişə müraciət etmək üçün telefonunuzu üfüqü, yəni yana tutaraq üzünüzün aydın göründüyü şəkildə 1 dəqiqədən uzun olmayan video çəkin. Videoda adınız, soyadınız, yaşadığınız rayon və şəhəri qeyd edib müraciətinizi səsləndirin. Şəxsiyyət vəsiqənizin fotosu ilə birlikdə 010 3 142 142 WhatsApp nömrəsinə göndərin. Sizin müraciətləriniz diqqətlə araşdırılacaq və cavablar hər həftənin 3-cü günü saat 12:30-da canlı efirdə təqdim olunacaq. Ağdaşdan Naib Əliyev bizə ünvanlı sosial yardımla bağlı müraciət etmişdi. İlkin müraciətinə imtina verildiyini bildirmişdi. Bəli, Dost qapısı verilişi olaraq biz izləyicimizin müraciətini diqqətdə saxladıq. Təkrar qiymətləndirilmə nəticəsində Naib Əliyevin ailəsinə 1 il müddətinə 699 manat məbləğində ünvanlı sosial yardım təyin olundu. Unutmayın, Dost qapısı sosial sahədə həm etibarlı ünvanınız, həm də ən yaxın dostunuzdur. Dost qapısına baxırsınız, dəyərli izləyicilər. Gədəbəydən Ziyafət Məmmədova adlı izləyicimiz bizə təkrar ünvanlı sosial yardım üçün müraciət edib. Hər dəfə müraciətlərinə imtina verildiyini bildirir və imtinanın səbəbini öyrənmək istəyir. Abbasov Bakırın ailəli biz bir yerdə yaşayırıq. Mənim 2 uşağım əlildir. Onun devlət verdiyi maaşla həmin dolana bilərəm. Onun pampresidir. Bununla 2 dəfədir sosial işinə mən iş verirəm, gəlirlər, yoxlayırlar. Nəyə görə mənim suçum düzəlmir? Bəli, Ziyafət Məmmədovanın müraciətinin araşdırılması üçün Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Fonddan bildirildi ki, maddi məişət şəraitinin yoxlanışı zamanı ailə tərkibinin düzgün göstərilməməsi səbəbilə müraciətə imtina verilib. Gədəbəy rayon sakini Məmmədova Ziyafət Sabir qızı ünvanlı sosial yardımla bağlı Dost qapısı proqramına müraciət edib. Məsələ ətraflı araşdırıldı və məlum oldu ki, elektron sistemə müraciət bu il yanvarın 9-da vətəndaşın ailə üzvü Abbasov Bakır Dumanoğlu'nun adından olub. Müraciətə maddi məişət şəraitinin müayinəsi əsasında ailə təcridinin düzgün göstərilməməsi səbəbilə imtina verilib. Bundan sonra ailənin elektron sistemdə müraciəti aşkarlanmadı. İmişlidən Tural Nərimanov da ünvanlı sosial yardım üçün müraciət edib, 4 övladının olduğunu və bununla bağlı ona yardım edilməsini bizdən istəyir. Xahiş edirəm sizdən artıq dərəcədə mənə köməklik eləyəsiniz. Mənim 4 uşağım var. 2 əkizdir, ikisi ayrıdır. Elə bir qız, bir oğlandır. İkisi də əkiz qız sonradan olub. Xahiş edirəm sizə artıq dərəcədə mənə kömək eləyəsiniz. Bəli, vətəndaşın müraciətini Dövlət Sosial Müdafiə Fonduna yönləndirdiyi fonddan bildirildi ki, vətəndaş sonuncu dəfə ötən ilin iyul ayında ünvanlı sosial yardım üçün müraciət edib, müraciətinə imtina aldıqdan sonra isə təkrar müraciəti qeydə alınmayıb.
İmişli rayon sakini Nərmanov Tural Tahiroğlu ünvanlı sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciəti 8 iyul 2025-ci il tarixində olub. Müraciətə sistem tərəfindən Tural Nərmanovun torpaq mülkiyyətinə görə sığorta ödənişlərinin olmaması səbəbilə imtina verilib. Bundan sonra ailənin elektron sistemdə müraciəti aşkarlanmadı. Bəli, vətəndaşlara bu kimi hallara diqqətli yanaşmalarını tövsiyə edirik. Müraciət edən zaman məlumatların və sənədlərin düzgün yerləşdirilməsi olduqca vacibdir. Eyni zamanda həmin müddətin izlənilməsi də sizlər üçün vacibdir ki, sonra belə problemlər yaşanmasın. Tovuz rayonundan Gülnar Yusifovanın da müraciəti ünvanlı sosial yardımla bağlıdır. 3 ay müddətində aldığını əvvəl müraciət edib, 3 ay müddətində ona təsdiq gəlib və müavinəti alıb, sonra isə müavinət dayandırılıb. İndi isə onun səbəbini öyrənmək istəyir. 4 evladım var. Mənim bir il bundan qabaq sosial yardım almışam. 3 ay aldım, sosialım kəsildi. Xahiş edirəm mənim sosialımla bağlı kömək eləyərsiniz. Bəli, məsələnin araşdırılması məqsədi ilə müraciət Dövlət Sosial Müdafiə Fonduna yönləndirildi. Aparılan araşdırma nəticəsində bildirildi ki, vətəndaşın yardımı gəlirlərdə uyğunsuzluq səbəbi ilə dayandırılıb. Tovuz rayon sakini Yusifova Gülnar Şahin qızı ünvanlı sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciətinə əsasən ailəyə 1 noyabr 2024-cü il tarixindən 550 manat 80 qəpik məbləğində ünvanlı sosial yardım təyin olunub. Təyinat sistem tərəfindən 24 fevral 2025-ci il tarixində ailənin gəlirləri barədə məlumatda uyğunsuzluq olması səbəbi ilə dayandırılıb. Bəli, Abşeron rayonundan isə Arəstə Bayramova ünvanlı sosial yardım üçün müraciət edib, lakin müraciətdən sonra bir cavab almadıqlarını bildirir. Ayın 19-u 2-ci ay 2026-cı ildə ünvanlı sosial yardıma bir dəfə imtina gələndən sonra yenidən müraciət eləmişəm. Bu günə qədər hələ bir nə yoxlama gəlib, nə maraqlanan var. Belə də qalıb. Köməklik göstərməyinizi xahiş edirəm. Bəli, Arəstə Bayramovanın müraciəti müsbət şəkildə qiymətləndirilib. Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşa 1 il müddətində 399 manat məbləğində ünvanlı sosial yardım təyinatı aparılıb. Bakı şəhəri Abşeron rayon sakini Bayramova Arəstə Əlağa qızı ünvanlı sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciətinə əsasən ailənin maddi məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra ailəyə 1 aprel 2026-cı il tarixindən 1 il müddətinə 399 manat 60 qəpik məbləğində ünvanlı sosial yardım təyin olunub. Apreldə ünvanlı sosial yardımlar ödənilərkən vətəndaşa köhnə kartı vasitəsilə ödəniş edilməsi nəzərdə tutulub. Saatlarımız hazırda 12:33 göstərir və biz Dost TV-də canlı olaraq yayımlanırıq. Sosial sahə ilə bağlı hansısa probleminiz varsa və onu həll etməkdə çətinlik çəkirsinizsə, onda bizə müraciət edin. Sosial sahə ilə bağlı müraciətləriniz üçün doğru ünvan Dost Qapısı verilişidir. Biz Dost TV-yə ünvanlı sosial yardımdan ötürü zəng eləmişdik, xəbər vermişdik ki, bizim ünvanlı sosial yardımımız düzəlmir, köməklik görün. Minnətdarıq, Allah razı olsun. Yoldaşımın adından da sizə çoxlu təşəkkürlər edirəm. Salam Dost TV kanalı. Sizin sayınızda mənim sosial yardımım düzəldi. Çox sağ olun, təşəkkür edirik. Verilişə müraciət etmək üçün telefonunuzu üfüqü, yəni yana tutaraq üzünüzün aydın göründüyü şəkildə 1 dəqiqədən uzun olmayan video çəkin. Videoda adınız, soyadınız, yaşadığınız rayon və şəhəri qeyd edib müraciətinizi səsləndirin. Şəxsiyyət vəsiqənizin fotosu ilə birlikdə 010 3 142 142 WhatsApp nömrəsinə göndərin. Sizin müraciətləriniz diqqətlə araşdırılacaq və cavablar hər həftənin 3-cü günü saat 12:30-da canlı efirdə təqdim olunacaq.
Ağdaşdan Naib Əliyev bizə ünvanlı sosial yardımla bağlı müraciət etmişdi. İlkin müraciətinə imtina verildiyini bildirmişdi. Bəli, dost qapısı verilişi olaraq biz izləyicimizin müraciətini diqqətdə saxladıq. Təkrar qiymətləndirilmə nəticəsində Naib Əliyevin ailəsinə bir il müddətinə 699 manat məbləğində ünvanlı sosial yardım təyin olundu. Unutmayın, dost qapısı sosial sahədə həm etibarlı ünvanınız, həm də ən yaxın dostunuzdur. Bu dəfə aztəminatlı ailələrə aylıq maddi dəstəyi nəzərdə tutan ünvanlı dövlət sosial yardımı proqramı ilə bağlı doğru olaraq bilinən yanlış məlumata aydınlıq gətirəcəyik. Çoxları düşünür ki, aztəminatlı ailənin əmək qabiliyyətli üzvləri işləmədikdə həmin ailəyə sosial yardım təyin olunmalıdır. Əslində isə ailə üzvü qanunvericilikdə nəzərdə tutulan güzəştli hallar istisna olmaqla digər səbəblərdən işləmədikdə yardımın təyin olunmasından imtina verilir. Ailə üzvünün əmək qabiliyyətini itirməsi, birinci dərəcə əlilliyi olan şəxsə, 18 yaşına dək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşa dək əyani təhsil alması səbəbindən işləyə bilməməsi güzəştli hal kimi nəzərə alınır və yardımın təyinindən imtinaya səbəb olunur. Digər hallarda isə əmək qabiliyyətli ailə üzvü işləyirsə, lakin ailə gəlirləri qanunvericiliklə nəzərdə tutulan həddən aşağıdırsa, sosial yardım təyin olunur. Məqsəd, yardım təyin olunarkən ünvanlılıq və ədalətlilik prinsipinin qorunması, həmçinin məşğulluğun təşviq edilməsidir. Bəli, dost qapısına baxırsınız. Hazırda bizə gələn suallar var, onları səsləndirmək istəyirəm. Qurban Səfərov yazıb ki, mən mart ayında sizə video göndərmişəm. Zəhmət olmasa onu işıqlandırın. Sizin göndərdiyiniz videoları biz əvvəlcə çeşidləyirik, ondan sonra müvafiq olaraq qurumlara yönləndiririk. Cavab olduqca da vətəndaşlara təqdim edirik. Qurban Qurbanovun da müraciəti qeydə alınıb, araşdırma mərhələsindədir və müraciətin cavabı hazır olduqdan sonra sizlərə təqdim edəcək. Buraxılışımızı isə Ziya Axundovun sualı ilə davam edirik. Vətəndaş soruşur ki, əlilliyin təkrar qiymətləndirilməsini erkən etmək mümkündürmü? İkinci qrup gözəlliyəm. Əlilliyimin müddəti oktyabrda bitir, 5 illik müddət bitir. Mən sadəcə bilmək istəyirəm, qabaqcadan müraciət edə bilərəm, çünki müddət bitəndən sonra 3 ay, 4 ay mən pensiya ala bilməyəcəm, müavinət ala bilməyəcəm ikinci qrup gözəlliyimlə bağlı. Bunu qabaqcadan mən edə bilərəm, məsələn, müraciət edeyim, əyani şəkildə əlillik bərpa mərkəzində yoxlanılsın və pensiyam dayanmasın, çünki maddi vəziyyətim çox sıxıntılı. Vətəndaşın müraciəti ilə bağlı Dövlət Tibbi Sosial Ekspertizə və Reabilitasiya Agentliyinə müraciət etdik. Sualı agentliyin əməkdaşı Gülnar Hacalıyeva cavablayıb. Birlikdə dinləyək. Əlilliyi olan şəxslərin hüquqları haqqında qanuna əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddətlə daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Yəni, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilirsə, yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşir. Beləliklə, ötürülmüş müddət nəzərə alınır və həmin müddət üçün də vətəndaşa əlilliyə görə sosial ödənişlər verilir. Bəli, Ağsudan Mehman Məmmədov əlillik müddətinin bitməsi ilə bağlı bizə müraciət edib və ona yardım edilməsini istəyir. 2008-dən bəri operasiya olunmuşam. Birinci tip şəkər xəstəsiyəm. Çox sayılı ağırlaşmalarla mədə-altı vəzi işləmir. Görəmirəm, iş qabiliyyətimi itirmişəm təmiz. Qrupba almışam. İndi gəlib avqust ayının, 2025-ci ilin avqust ayında kəsilib. Sizdən kömək istəyirəm. Bəli, vətəndaşın müraciətini Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirdik. Agentlikdən bildirildi ki, vətəndaş yanvar ayında, bu ilin yanvar ayında əyani müayinədə olub və müayinə zamanı
hazırki sağlamlıq vəziyyətinin əlilliyə əsas vermədiyi müəyyən olunub. Bu səbəblə də ona imtina verilib. Ağsu rayon sakini 1984-cü il təvəllüdlü Məmmədov Mehman Qüdrətoğlu'nun əlilliyi həm elektron sistem üzərindən, həm də 07.01.2026-cı il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilib. Göranboy sakini Samir Hüseynov da əlilliyinin təkrar qiymətləndirilməsi ilə bağlı bizə müraciət edib, müraciətində imtina aldığını bildirir və səbəbini öyrənmək istəyir. İkinci qrup əliləm tiflis xəstəliyindən bütün həkimlərdən keçirəm, vururam sənədləri imtina verilir, Bakı həkimləri də, Göranboy həkimləri də, Gəncə həkimləri də hamısı baxır, deyir, sən pensiya düşürsən, xəstəsən, yedə bilmirsən, amma imtina verilir. Sizdən afisəcə xahiş edin. Gələn mən canlı yoxlanışdan keçəm, mənim pensiyamı bərpa eləyəsiniz. Bəli, vətəndaşın müraciəti ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən müraciət etmişdik. Agentlikdən bildirildi ki, həmin vətəndaşımızın əlilliyinin qiymətləndirilməsi üçün müraciətindən 6 aydan çox vaxt keçdiyi üçün onu əyani müayinəyə cəlb etmək hazırda mümkün deyil. Göranboy rayon sakini Hüseynov Samir Saləddinoğlu'nun əlilliyinin qiymətləndirilməsi üçün müraciətindən 6 aydan çox vaxt keçdiyi üçün onu əyani müayinəyə cəlb etmək olmur. Bu səbəbdən vətəndaş əlilliyin qiymətləndirilməsi üçün qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma 88 elektron sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin. Göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq Samir Hüseynovun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq. Sosial şəbəkədə bəzən vətəndaşın əlilliyinin dayandırıldığına dair əsassız xəbərlərə rast gəlirik. Bu dəfəki buraxılışımızda məhz bu məsələ ilə bağlı doğru bilinən yanlış məlumatlara düzəliş edəcəyik. İlk növbədə qeyd edək ki, əlillik qanunvericiliyə uyğun olaraq 1, 2, 5 illik olmaqla müddətli və ya müddətsiz, yəni ömürlük təyin edilir. Hər bir diaqnoz üçün müəyyən edilən əlillik müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarında qeyd edilib. Şəxsi əlilliyə görə sosial ödənişlər əlilliyin qüvvədə olduğu təyinat müddəti ərzində fasiləsiz ödənilir. Əlillik müddəti başa çatdıqdan sonra isə şəxs hazırki əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinə müraciət edir. Şəxsin əlilliyi yenidən təsdiqləndiyi halda əlillik müddəti uzadılaraq müvafiq ödənişlər davam etdirilir. Saatlarımız hazırda 12:33 göstərir və biz Dost TV-də canlı olaraq yayımlanırıq. Sosial sahə ilə bağlı hansısa probleminiz varsa və onu həll etməkdə çətinlik çəkirsinizsə, onda bizə müraciət edin. Sosial sahə ilə bağlı müraciətləriniz üçün doğru ünvan Dost qapısı verilişidir. Biz Dost TV-yə ünvanlı sosial yardımdan ötürü zəng eləmişdik, xəbər vermişdik ki, bizim ünvanlı sosial yardımımız düzəlmir, köməkli gülün. Minnətdarıq, Allah razı olsun. Yoldaşımın adından da sizə çoxlu təşəkkürlər eləyirəm. Salam Dost TV kanalı. Sizin sayınızda mənim sosial yardımım düzəldi. Çox sağ olun, təşəkkür edirik. Verilişə müraciət etmək üçün telefonunuzu üfüqü, yəni yana tutaraq üzünüzün aydın göründüyü şəkildə 1 dəqiqədən uzun olmayan video çəkin. Videoda adınız, soyadınız, yaşadığınız rayon və şəhəri qeyd edib müraciətinizi səsləndirin. Şəxsiyyət vəsiqənizin fotosu ilə birlikdə 010 3 142 142 WhatsApp nömrəsinə göndərin. Sizin müraciətləriniz diqqətlə araşdırılacaq və cavablar hər həftənin 3-cü günü saat 12:30-da canlı efirdə təqdim olunacaq.
Ağdaşdan Naib Əliyev bizə ünvanlı sosial yardımla bağlı müraciət etmişdi. İlkin müraciətinə imtina verildiyini bildirmişdi. Bəli, dost qapısı verilişi olaraq biz izləyicimizin müraciətini diqqətdə saxladıq. Təkrar qiymətləndirilmə nəticəsində Naib Əliyevin ailəsinə bir il müddətinə 699 manat məbləğində ünvanlı sosial yardım təyin olundu. Unutmayın, dost qapısı sosial sahədə həm etibarlı ünvanınız, həm də ən yaxın dostunuzdur. Bəli, dəyərli izləyicilər, davam edirik. Quba rayonundan Mehrac Səfərəliyev ünvanlı sosial yardım üçün müraciət edib, dəfələrlə müraciətinə imtina verildiyini bildirir və bu dəfəki müraciəti ilə bağlı bizdən dəstək göstərilməsini xahiş edir. Quba rayonunda yaşayıram. Neçə dəfələrlə sosial yardıma müraciət eləmişik. Hal-hazırda imtina verilib. Martın 5-də müraciət eləmişik. Heç bir xəbər yoxdur. Zəhmət olmasa dost qapısı bizə bir köməklik göstərəsin. İzləyicimizin müraciətini Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Fonddan bildirildi ki, müraciət yeni olduğuna görə sistem tərəfindən araşdırılma mərhələsindədir. Biz əlbəttə ki, vətəndaşın müraciətini diqqətdə saxlayacağıq. Quba rayon sakini Səfərəliyev Mehrac Mirzəğoğlu ünvanlı sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, ailənin elektron sistemə müraciəti bu il aprelin 10-unda olub. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətlər sistem tərəfindən 15 iş günü müddətində araşdırılır və qəbul edilmiş müvafiq qərarlar barədə məlumat ərizə bəyannamədə qeyd olunmuş əlaqə vasitəsinə göndərilir. Abşeron rayonundan Seymur Əliyev ünvanlı sosial yardımla bağlı etdiyi son müraciətləri imtina aldığını bildirir və bizdən ona dəstək göstərməyimizi xahiş edir. Salam, hər vaxtınız xeyir olsun. Mən 2025-ci ilin 4-cü ayında ünvanlı dövlət sosial yardım müddəti bitir və yenidən 2 dəfə sənəd vurmuşam. Biraz müddət çəkib, hərəsində də müxtəlif bir imtinalar gəlib. İndi isə təzədən həyat yoldaşının adından sənəd vermişəm. 3 az yaşlı övladım var. Xahiş edirəm, mənə dəstək olun. Bəli, izləyicimizin müraciəti Dövlət Sosial Müdafiə Fondu tərəfindən müsbət qiymətləndirilib və Seymur Əliyevin ailəsinə bir il müddətinə 599 manat məbləğində ünvanlı sosial yardım təyinatı aparılıb. Abşeron rayon sakini Əliyev Seymur İdrisoğlu ünvanlı sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Məsələ ətraflı araşdırıldı və məlum oldu ki, elektron sistemə müraciət vətəndaşın ailə üzvü Əliyeva Arzu Xanoğlan qızının adından olub. Müraciətə əsasən maddi-məişət şəraitinin müayinəsindən sonra ailəyə 1 aprel 2026-cı il tarixindən 1 il müddətinə 599 manat 40 qəpik məbləğində ünvanlı sosial yardım təyin olunub. Apreldə ünvanlı sosial yardımlar ödənilərkən təmsilçi Arzu Əliyeva Kapital Bankın istənilən filialına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etməklə kartını və ödənişi əldə edə bilər. Bəli, Vüsal Alışov isə məhkumluqla bağlı bir dəfəlik müavinətin alınması üçün bizə müraciət ünvanlayıb. İzləyə görək onun müraciətində başqa hansı məqamlar yer alıb. 2025-ci il dekabr ayının 26-sı 16 saat cəzaçəkmə müəssisəsindən azadlığa çıxmışam. Sosial yardım 1600 manatı ala bilmirəm. Xahiş edirəm, mənə köməklik eləyəsiniz. İzləyicimizin müraciətini Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Fonddan bildirildi ki, vətəndaş 2013-cü ildə müvafiq bir dəfəlik ödənişi aldığı üçün ona təkrar ödənişin verilməsi qanunvericiliyə görə mümkün deyil. Alışov Vüsal İnqilaboğlu cəzaçəkmədən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə bir dəfəlik müavinətlə bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözgedən şəxsin qeyd edilən müavinət növü ilə bağlı 29 dekabr 2025-ci il tarixli müraciəti 14 yanvar 2026-cı il tarixində rəsmi olaraq cavablandırılıb. Vüsal Alışova bir dəfəlik müavinət 2013-cü ildə ödənildiyi üçün təkrar təyin olunması mümkün hesab edilmir. Dost Qapısına baxırsınız, dəyərli izləyicilər. Paytaxtın Binəqədi rayonundan müraciət edən Gülnar Cabbarov adlı vətəndaşımız ünvanlı sosial yardım almaq istəyir. 3 aydır müraciət etdiyini, ancaq nəticəsindən xəbərsiz olduğunu bildirir.
Ünvanlı sosial yardıma 3 aydır müraciət eləmişəm. Gəlib baxış keçirilib. Lakin bir cavab yoxdur. Baxış keçirildikdən sonra bir cavab yoxdur. Mən uşağımı onunla dolandırıram. Çox xahiş eləyərdim. Mənim sosialıma baxılsın. Vətəndaşın müraciəti maddi məişət şəraitinin yoxlanışından sonra müsbət qiymətləndirilib və Gülnar Cabbarovaya 1 il müddətində 199 manat məbləğində ünvanlı sosial yardım təyin edilib. Bakı şəhəri Binəqədi rayon sakini Cabbarova Gülnar Əlibala qızı ünvanlı sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciətinə əsasən ailənin maddi məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra ailəyə 1 mart 2026-cı il tarixindən 1 il müddətinə 199 manat 80 qəpik məbləğində ünvanlı sosial yardım təyin olunub. Apreldə ünvanlı sosial yardımlar ödənilərkən vətəndaşa köhnə kartı vasitəsilə ödəniş edilməsi nəzərdə tutulub. Elnur Kazımov da ünvanlı sosial yardım almaq istəyir. Məsələnin tərəfimizdən diqqətə alınmasını bizdən xahiş edir. Salam, axşamınız xeyir. Mən Gədəbəy rayonunun Arqıran kənd sakini Kazımov Elnur Qəmətoğlu sizdən artıq dərəcədə xahiş edirəm. Mənim ünvanlı dövlət sosial yardımla bağlı müraciətimə baxılmır. İmtina gəlir. Sizdən artıq dərəcədə xahiş edirəm. Araşdırıb bizə köməkdarlıq edəsəniz. Bəli, vətəndaşımızın müraciəti araşdırılıb. Deməli, vətəndaşımızın müraciətinə 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olması səbəbilə imtina verilib. Gədəbəy rayon sakini Kazımov Elnur Qəmətoğlu ünvanlı sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciətinə maddi məişət şəraitinin müayinəsi əsasında imtina verilib. İmtinaya səbəb ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olmasıdır. Bəli, bugün olan son vətəndaş müraciətini sizə təqdim etdik. Əgər sizin də sosial sahə ilə bağlı müraciətləriniz varsa, buyurub 010 3 142 142 nömrəmizin WhatsApp-ına probleminiz haqqında qısa video çəkərək bizə göndərə bilərsiniz. Hazırda da nömrəmizi ekranda görürsünüz. Bəli, əmin olun ki, müraciətləriniz bundan sonra da operativ şəkildə araşdırılacaq. Bugün üçün bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sosial sahə ilə bağlı bütün yeniliklərdən operativ şəkildə xəbərdar olmaq üçün isə Dost TV-də qalın. Sağ olun.